Salam, bugün sizinlə lobya turşusu hazırlayacağıq. Lobya turşusu asan başa gəlir, asan hazırlana bilən bir turşudur. Lobyanı yaxşı yuyuruq, sonra başlarını kəsirik və lobyanı pörtlətmək lazımdır. Lobyaları qaynanmış suya tökürük pörtlətmək üçün. Yəni bir az pörtlədirik, rəngini dəyişməsin. Çox da saralmasın, nə də çox əzilməsin. Lobya pişənə qədər pomidorumuzu da bu şəkildə pörtlədirik, pişiririk. Çünki pomidor da pişməlidir, onun içinə pomidor əlavə edəcəyik. Lobya və pomidor pişənə qədər kökü sürtkəcdən keçiririk. Kökü sürtkəcdən keçirdikdən sonra sarımsaqları da sürtkəcdən keçiririk. Göylərimizi xırda-xırda doğrayırıq. Göylər zövqə görədir, yəni bunu göysüz də eləyə bilərsiniz. Ancaq mən öz zövqümə görə reyhan və cəfəri əlavə edirəm. Göylərimizi bu şəkildə xırda-xırda doğrayırıq. Pörtlənmiş lobyalarımızı, lobyanı bişirmişik, pişmiş lobyanı götürürük. Və sürtkəcdən keçirdiyimiz kök, sarımsaq əlavə edib üzərinə əlavə edirik və pomidorumuz da artıq pişib. Pomidoru da sürtkəcdən keçiririk. Pomidoru sürtkəcdən keçirərək üzərinə əlavə edirik. Göylərimizi əlavə edirik. Və buz da əlavə edərək qarışdırırıq. Yaxşıca qarışdırmaq lazımdır. Yaxşı qarışdırırıq. Bankaya əlavə doldururuq. Deməli, bankanın içinə yığırıq. Bu şəkildə yerləşdiririk. Lobyalarımızı bankaya yığdıq. Hazırdır. Bankaya yerləşdirdikdən sonra üzündən çıxana qədər sirkə əlavə etmək lazımdır. Yəni ki, bunu dadı ilə sirkədə. Lobyamız artıq hazırdır. Lobya turşumuzu 2 saatdan sonra yeyə bilərsiniz. Yəni saxlamaq da olar, soyuducuda saxlayarsınız. 2 saatdan sonra buyurub yeyə də bilərsiniz.